Ötən ilin dekabrın 23-də Şəmkir rayonunun Xuluf kənd sakini 1957-ci il təvəllüdlü Mahmudova Solmaz Dadaş qızının yaşadığı ünvandan üzərində zorakılıq əlamətləri olan meyit aşkarlanıb. Polis və prokurorluq əməkdaşları tərəfindən birgə icra olunan kompleks istintaq əməliyyat axtarış tədbirləri nəticəsində cinayətin üstü açılıb. Araşdırma zamanı məlum olub ki, qadını həmkəndlisi 1996-cı il təvəllüdlü Arzu Həmidli öldürüb. Elə buna görə də Arzu Həmidli polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub. Aşağıdan bağçadan gəldim uşaq bağçasını. Gördüm, dedilər ki, arvad rəhmətə gedib. İçəri gedib gördüm, qanın qoxunun içindədir. Həmən günü saat 1 idi gün orta. Çıxdı çölə, gördüm o işığı yanmır. Mən yoldaşımı çağırdım, dedim, Solmaz qalxmayıb, nə qapsa söylüyor, nə işığı keçməyib. Dedi yaşıma, dedim, vallahi gəldi, baxdıq, gördü işıq yanıyor, qapıda gəldik bağlıdır. Getdi qonşuya zəng elətdi telefonuna, telefonu götürmədi. Götürməyəndən sonra dedim, gəlin qonşu yığaq, qapıyı keçim o yüzden belə açaq, girək içəri. Qonşular yığışdı bir qapının ağzına 7-8 adam. Mən getdim o qonşunun qapısına, qonşuya dedim, oradan ikimiz girdik içəri. Buradan gəldik, dəmir qapını damlaşdıq. Qapıyı açdıq, cəmaatı dedim, gəlin. Hamı da oldu içəri, girdik, baxandırıq, öldürdü. Qanına heç nə seçilmir. Üzünü təmizləyən adam. Dedi ki, bunun gözünün biri yox. Faktla bağlı Şəmkir rayon prokurorluğunda cinayət məcəlləsinin 120.1-ci maddəsi qəsdən adam öldürmə ilə başlamış cinayət işinin ibtidai istintaqı davam etdirilir. Fuad Nazimoğlu, Elşad Cəfər, Layiq Qələndərli, APA TV Şəmkir.